Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Kanalımda maraqlı reseptlər silsiləsi davam edir və bugünkü videoda mən qozlu içliklə döymə xəmirdən qozlu borucuq hazırladım. Xəmiri hazırlayanda nə sodadan istifadə edirəm, nə kabartma tozundan, amma inanız ki, qozlu borucuq qaldıqca daha da dadlı və daha da yumuşaq olur. Xəmiri çox sadə, baha olmayan ərzaqlardan istifadə edirəm. Una vanil əlavə edib yaxşıca qarışdırıram. Sonradan soyuq yağı körkadan una batıra-batıra keçirdirəm. Bu xəmiri hazırlayanda yağın soyuqluğu əsas şərtlərdən biridir. YouTube kanalımda bu xəmirdən kəsmikli banan hazırlamışam və bu xəmirdən ətlə olan soba pirajkisi də hazırlamaq olur. Bu xəmirdən istənilən tort da hazırlamaq olur. Amma əsas odur ki, prosesi diqqətlə baxıb xəmiri düzgün hazırlamaq lazımdır. Yağı körkadan keçirtdim və belə qəşəngcə unla birlikdə qarışdırıram. Yumurtanı sarıdan, ağdan ayırıram. Yumurtanın sarısı xəmirdə istifadə olunacaq, yumurtanın ağı isə içlikdə. İndi isə xəmirin suyunu hazırlayıram. Onun üçün soyuq suyun içinə yumurtanın sarısını əlavə edirəm, duz, limon turşusu və üzüm sirkəsi və yaxşıca bunları qarışdırıram. Yenə də vurğulayıram ki, su soyuq olmalıdır. Suyu hazır elədim, əlavə edirəm yağlı una və başlayıram xəmiri hazır eləməyə. Amma xəmiri yoğurmayın. Xəmiri eynən qat-qat xəmirdəki kimi bir yerə yığın. Baxın, görün, dəzgahın üstündə edirəm. Çox gözəl, möhtəşəm, sözə baxan xəmir alınır. Xəmir hazır olandan sonra mütləq 10 dəqiqə istirahət eləməlidir. 10 dəqiqədən sonra mən xəmirdən 40 qramlıq kündələr hazır edirəm. Xəmir yumuşaq alınır, çalışın undan çox istifadə eləməyin. Videoya diqqətlə baxın, baxın görün mən nə qədər undan istifadə edirəm. Kündələr hazır olandan sonra döymə xəmirdir deyənə mütləq 3 saat qalmalıdır soyuducuda. Vacibi odur ki, xəmirin tərkibindəki yağ əriməsin. Hazır kündələri 3 saatlıq qoyuram soyuducuya. Xəmir soyuducuda qalana qədər borucuğun içliyini hazırlayıram. Onun üçün qozuda blenderdan keçirdəcəm, şəkər əlavə edəcəm və yumurtanın ağın. Mən qozu blenderdan keçirdirəm, amma kimdə blender yoxdur, bunu fındıq çəkəndən də keçirtmək olar, amma nəzərə alın ki, çox xırda olmasın. Burada vacibdir ki, qoz biraz iri olmalıdır ki, hiss olunsun. Və çəkilmiş qozu mən əlavə eləyirəm belə bir qabın içinə. Ne üçün ki, bunu burada qarışdırmaq mənim üçün çox rahatdır. Hil əlavə edirəm, yenə də qarışdırıram və qarışdırandan sonra artıq yumurtanın ağı gəlir. Yumurtanın ağı bu içliyə niyə əlavə olunur? Biz borucuğu düzəldəndə içli tökülməsin. Çox və çox gözəl bir üsuldur. İçliyi də xəmirin kündələrin kimi 40 qramdan vururam.
Amma hazır içli kündələrini artıq soyuducuya qoymaq olmaz. Ümumiyyətlə şirniyyat hazırlayanda çox yaxşı olar ki, sizin əlinizin altında tərəzi olsun. 3 saat keçib və mən başlayıram qozlu borucuqları hazırlamağa. Bax, bu cürünə uzun sov yayıram. Uzunluğun ölçüsü 18 santıdır. Diqqətlə baxın, görün necə qatlayıram. Baxın, görün, içliyə yumurtanın ağı əlavə olunub. Onun üstünlüyü ondadır. Tökülmür, eləmir və mən borucuğun ağzını bağlayanda nəzarət eləyirəm ki, bağlanan hissə tam ortada qalsın ki, bişən zaman yəni ki, çox eybəcər, yəni ki, pis görsənməsin. Xəmir yumuşaqdır deyə kündəni yaymamışdan qabaq bir azacıq una batırıram və işimi davam edirəm. Birini eləyirəm aypara şəklində borucuğu, yəni bugünkü videoda qozlu borucuğun 2 forması olacaq. Bu birinci formasıdır. Baxın, görün və mən yenə də nəzarət eləyirəm ki, bağlanan hissə bax ortada olsun. Niyə qozlu borucuq? Çox maraqlı bir tarixi var bunun. Mənim bir yaxınım kəsmikdən xoşu gəlmirdi. Qərara gəldik ki, bunun içliyin qozla eləyək. Baxın, görün, ölçürəm 18 santıdır. Və mən bu içliyi nəzərə aldım ki, yumurtanın ağı qalır. Yəni, eyni Soçi paxlavasındakı kimi bir sınadım, eksperiment elədim və çox gözəl nəticə aldıq. Və ondan sonra daimi kim məndən şirniyyat istəyirdisə, nişan xonçalarına mən bunu da məsləhət görürdüm. Bu da borucuğun bizim ikinci forması. Bir dənə diqqətlə baxın, blinçik kimi bükülür, çox gözəl, rahat və hasand. Heç bir çətinliyi də yoxdur. Sual ola bilər ki, olarmı qozlu borucuğu mutaki şəklində eləmək? Yox, məsləhət deyil, siz onu alındıra bilməyəcəksiniz. Ona görə ki, bu xəmirin tərkibində kabartma yoxdur. Hazır qozlu borucuğu yığıram belə bir qabın içinə, soba artıq 20 dəqiqə isinir, baxın görün, və bugünkü borucuqları mən 120 dərəcədə yarım saat ərzində fan rejimində bişirəcəm. Eynən şəkər bura kimi. Bu da qozlu borucuqların hazır görünüşü. Gözləyirəm ki, soysunlar. Ümumiyyətlə, şirniyyatların bişmə vaxtı müxtəlifdir. Ona görə ki, hər evdə sobalar ayrı-ayrıdırlar. Onun üçün də video çəkiləndə mən vurğulayıram ki, 20-30 dəqiqə. Soyumuş qozlu borucuqları şəkər kirşanı ilə bəzəyirəm və belə qaba yığıram. İndi biz borucuqların kəsilmiş halını görəcəyik. Çox gözəldir, çox möhtəşəmdir. Dadını sizə qeyri-mümkündür çatdırmaq. Siz bir dənə bu gözəlliyə baxın. Bol içli, nazik xəmir. Yumuşaqlığı, ovuntusu hələm-hələm ələ düşmür və bunu görməkdən ötəri, baxın görün, çox möhtəşəmdir. Xəmir də ki, elə bilərsiniz ki, Napolyon xəmiri. Siz nə eləyirsiniz? Siz bu gözəl qozlu borucuğu hazırlayırsınız. Ailə üzvlərinizlə çay süfrəsində dadına baxırsınız və nuş edirsiniz. Gözəldir də. Formasına baxın, bir dənə o yanı bu yanı yoxdur. Məməzlərim sizlərə nuş olsun. Çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.